Azərbaycanda bərpa olunan enerji mənbələrinin dinamik inkişafı üçün Azərenerji tərəfindən geniş miqyaslı batareya enerji saxlayan sistemlərinin yaradılması prosesi sürətli şəkildə davam edir. Bütünlükdə MDB məkanında gücünə və tutumuna görə ən böyük batareya saxlayan sistemləri olan bu enerji obyektləri paytaxta yaxın 500 kilovoltluq Abşeron, eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kilovoltluq Ağdaş yarımstansiyalarının ərazilərində qurulur. Ümumi gücü 250 megawatt, enerji tutumu isə 500 megawatt saat olan mərkəzlər üçün batareya saxlayan sistemlərinin ilk partiyası artıq bu günlərdə ölkəyə gətirilib. Çinin Great Power zavodunda sifariş əsasında yığılan avadanlıqlar gəmilərə yükləndikdən sonra Sakit Okean, Hind Okeanı, Ölü dəniz, Süveyş kanalı, Aralıq dənizi və Egey dənizini keçərək Türkiyənin gəmilik limanına, oradan isə quru yolu ilə Türkiyə və Gürcüstan üzərindən Azərbaycana gətirilib. Hər birinin çəkisi 36 ton olan batareya saxlayan sistemləri polis müşahidəsi ilə xüsusi qaydada təyinatı üzrə yerlərinə çatdırılaraq quraşdırılıb. Artıq saxlayan sistemlərinin 15%-i ölkəyə gətirilib və qalan 85%-i isə aprel ayına qədər gətirilərək quraşdırılacaq. Qeyd edək ki, Azərenerji tərəfindən batareya saxlayan mərkəzlərinin yaradılması, enerji sisteminin dayanıqlığının artırılması, tezliyin sabit saxlanılması, boyemlərdə dəyişikliyin balanslaşdırılması, pik yüklərin ödənilməsi, günəş enerjisinin azalması saatlarında yük qrafikinin hamarlanması və yazı hallarında enerji sisteminin sıfırdan bərpası baxımından strateji əhəmiyyət daşıyır. Bu sistemlər Azərbaycanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, enerji şəbəkəmizin həm qonşu ölkələrlə paralel, həm də müstəqil rejimdə etibarlı fəaliyyətini təmin edəcək.